uşaqlar, bugün anamla mən kek pişirəcəyik. 2 yumurta. 2 yumurta qırırsınız, sonra bir yudum süt. 1 stəkan süt. Sonra 2 stəkan yarım peso. Onu çırpır. Neyinirik? Mikserlə qəşəng çırpır. Ama uşaqlar, içi çox gözəldir. Bu şeylə qarışdırırsınız. Əgər yoxdursa, özünüz də qarışdıra bilərsiniz. Bəli. Sonra bu şeyi əlindəki gördünüzsə, ondan tez alın qoyun. Əgər sizdə yoxdursa bundan qaşıqla istifadə edə bilərsiniz. Çaresini göstərim. Buyurun. Göstərebilirim. Böyle. Gördünüz ki. Karıştırın. Mikser söndürürük. Sonra mikseri söndürürük. Xəmir biraz dincəlir. Xəmir biraz dincəlir. Sonra Bir dənə vanil, bir dənə də qabartma tozu Qabartma tozu əlavə edirəm. və əlavə edirəm. Dostlar, içərisi süper. Ama bu şeyi istəyirəm. Çox da gözəl. Bunu da əlavə edirik. Və qarışdırırıq. Qaşıqla Qarışdırırıq. qarışdırırıq. Sonra 2 stəkan da nə əlavə edirik? Biraz karıştıraq belə. Gözəl. Və unumuzu götürdük. Un belədir. Siz bizə yaxın ola bilirsinizsə, yaşıl market varsa sizdə, gedin unu alın, evə gətirin, eləyin. Unumuzu aldık. Bunun tipində. İkinci sən tökərsən. Birində mən tökürəm.
onu karıştırmır. Birinci üstü. Gəlin söhbət eləyək. İndi deyirəm. Nə deyim? Gərək səninlə söhbət eləyək. Siz ne bacarırsınız pişirmeyi? Siz nə bacararsınız pişirməyi? Videolara atacağım. Baxın. Biraz. Böyle yine çırpırık. Nereye değil? Mama. Mama bitti. Oldu. İçerisini istiyorsanız göstereyim. Çok güzel. Beh beh beh. Demirliği hazır. Ah. Böyle göstereceğim. İçini görebilmişsiniz diye. Ben de pasta ve sodanın son neticeni göstereyim. Size son neticelerini göstereceğim. Buyurun. Şimdi şey yemişsen de pasta bezim de pişenden sonra gösterersen de çeksin. Pişenden sonra size çekisi göstereceğim. Bunu da dayandır da stop elə. Niye? Bu ucuzsa da çeksi gösterersen de pişenden sonra. Hayır. Uşaqlar. Size belə bir qap göstərirəm. Yoxsa siz belə qap kimi eləyə bilərsiniz ya da tava kimi. Baxın uşaqlar. Belə bir tava. İndi pişsin, sonra sizə nəticələrini göstərəcəm.